Avropanın İSKMW hava teleqatları mərkəzinin troposferin orta qatlarında gözlənilən siklon və antisiklonların ümumi rejimi gedişi haqqındakı son analiz təllərinə əsasən kanalda dəfələrlə bildirdiyimiz kimi iyun ayının 6-sına qədər Azərbaycanın xüsusilə də dağlıq rayonlarında hava şəraitində tez-tez dəyişiklik gözlənilir. Artıq iyun ayının 6-sından 7-sinə gecədən başlayaraq Rusiyanın qərbində troposferin orta qatlarında atmosfer təzyiqində yenidən azalma gözlənilir. Bu da artıq mövsüm üçün xarakterik olmayan sərin hava dalğalarının tədricən Qafqazın şimalından Qafqazın cənubu Azərbaycan arasında daxil olması gözlənilir. Lakin burada hava şəraitinin sərinləşməsindən əlavə olaraq rütubətli hava axınlarının Aralıq dənizindən və Hind okeanından Hind okean dipolunun da isti hava dalğaları ilə Abşeron doğru daşınması gözlənilir. Bu da Qafqazın cənubu Azərbaycan arasında həm sərin hava dalğaları, həm rütubətli, həm də isti hava dalğalarının üçünün də Qafqazda toqquşması nəticəsində artıq dünya praktikasında bu tip prosesləri artıq təsir edici atmosfer prosesləri kateqoriyasına aiddir. Formalaşması gözlənilən topa yağış buludlarının təsirindən Qafqazın cənubu Azərbaycanda yanğıtların iyun ayının 6-sından 7-sinə gecədən başlayaraq 7 iyun gün ərzində artıq bu proseslərin intensivləşməsini və coğrafiyasının, əhatə dairəsinin artmasını biz gözləyirik. Nəticədə Azərbaycanın böyük Qafqaz rayonlarında, Gəncə Qazaxda, Kiçik Qafqazda, Naxçıvanda, Mərkəzi Aralanda və Cəlilabad asırında eyni zamanda Dağlıq Şirvanda artıq yanğıtların gün ərzində tez-tez artması və lokal intensivləşməsi ehtimalları var. Hətta bu sistemin Bakı, Abşeron, Sumqayıt arasında daxil olması ehtimalları var. İyunun 7-si və 8-sində Bakıda şimal külələrinin təsirindən hava şəraitinin bir qədər sərinləşməsi ehtimalları var. Eyni zamanda Dağlıq Şirvanda formalaşması gözlənilən növbəti topa yağış və supersel buludlarının Bakı, Abşeron, Sumqayıt arasında daxil olması nəticəsində iyunun 7-si və iyunun 8-sində Bakıda gün ərzində havada buludluğun artması, tutqun hava şəraitindən sonra qısa müddətli, lakin intensiv lokal leysan, dolu və ildırım prosesləri ehtimalları var. Bu barədə birbaşa page və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatları qısa və uzun metrajlı videolar vasitəsilə kanalda yayınlanacaq. Bu sistem gördüyünüz kimi Rusiyanın qərbindən davamlı olaraq sərin hava kütlələrini ekstratropik siklon sisteminin sol qolu ilə Qafqaz arasına doğru daşıyacaq. Bu da proseslərin hətta iyun ayının 1-ci 10 günün sonlarına qədər prosesin növbəti inkişafı nəticəsində iyun ayının 2-ci 10 gününün ayrı-ayrı günlərində hansı ki o barədə həmin günü real page və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatlar kanalda yayınlanacaq. Eyni zamanda iyun ayının 3-cü 10 günlüyündə də bu tip qeyri-sabit dəyişkən hava şəraitinin Abşeronda Azərbaycan arasında tez-tez müşahidə edilməsi ehtimalları var. Çünki Xəzərin şimalında və Rusiyanın qərbində Qazaxıstandakı bu ekstratropik siklon sistemi tez-tez aktivləşəcək. Bu barədə bir daha bildirdiyimiz kimi son dəqiqə məlumatları kanalda yayınlanacaq. Avropanın orta mənzilli hava teleqatları mərkəzinin yağıntı parametrlərinin son analizlərinə əsasən iyun ayının artıq 6-sına qədər olan müddət ərzində xüsusilə də Azərbaycanın dağlıq kəndlərində hava şəraitinin gün ərzində bir nisbə dəyişilməsi gözlənilir. Lakin artıq iyun ayının 6-sından 7-sinə gecədən başlayaraq bu proseslərin intensivliyinin və əhatə dairəsinin, coğrafiyasının bir xeyli artması gözlənilir. Nəticədə iyun ayının 6-sından 7-sinə gecə saatlarından başlayaraq artıq Qazax Gəncə arasında və Mingəçevir ərazisində formalaşan bu topa yağış buludlarının artıq Böyük Qafqazdan tədricən Dağlıq Şirvan arasına doğru və Kiçik Qafqaz, Naxçıvan, Mərkəzi Anadolu Cənub-Şərqi və Cəlilabad Asırı rayonlarına doğru yayılması gözlənilir. Bu sistemin parametrləri bu siqnalları verir ki, bu artıq bu yağıntı sisteminin artıq bugünkü günlərdə müşahidə edilən yağıntılardan da bir qədər güclü olması və lokal şiddətli olması ehtimalları var. Eyni zamanda bu proseslərin qısa müddət ərzində güclənməsi ehtimallarını nəzərə alaraq və artıq bu qlobal iqlim dəyişikliyi ki var, həm təbii iqlim dəyişikliyi, həm də ki süni iqlim dəyişikliklərinin təsirlərini də nəzərə alaraq bu qlobal modelin göstərdiyi yanğıtların intensivliyindən farklı olaraq iyunun 7-sindəki yanğıtların daha intensiv və lokal xarakterli ciddi təsirlər səbəb olması gözlənilən bir yağıntı prosesləri gözlənilir. Artıq iyun ayının 7-si gündüz saatlarına doğru, yəni günün birinci yarısına doğru artıq bu sistem gördüyünüz kimi artıq Gəncə Qazaxdan daxil olaraq tədricən Kiçik Qafqazın artıq bu Mərkəzi Aralıq rayonlarına doğru
Bu sistemin bir qolu Cəlilabad Astariya, bir qolu Dağlıq Şirvan, yəni Böyük Qafqazın bu Xəzər dənizinə yaxınlanan şərq rayonlarına doğru yayılması, hətta iyun ayının 7-sində bu sistemin Bakı, Abşeron, Sumqayıt arasında daxil olması ehtimalları var. Lakin qlobal modellərin model analizləri 1990-cı ildən maksimum 2020-ci ilə qədər olan müddəti götürdüyü üçün, yəni həmin dövrdə baş verən iqlim dəyişikliklərini götürdüyü üçün 2026-cı ildə isə artıq iqlim dəyişikliyinin ötən illərlə müqayisədə qat-qat daha çox artmasına nəzərə alaraq bu yağıntının, yəni xüsusilə də Böyük Qafqazda, Gəncə Qazaxda, Kiçik Qafqazda və Mərkəzi aranda gözlənilən yağıntı 70-100 mm arasıdırsa, iyun ayının 7-si, artıq bu yağıntıların lokal xarakterli daha güclü yağması, daha qəfil yağması ehtimalları var. Çünki həmin günü baş verən, yəni iyun ayının 7-sində gözlənilən bu real sinoptik şərait nəticəsində artıq real page və radar məlumatlarının təhliləri əsasında son dəqiqə məlumatları kanalda yayınlanacaq ki, artıq həmin gün bilinəcək ki, bu sistem daha çox hansı rayonlara təsir edəcək və Abşeron arasında iyunun 7-sində hava şəraitinin 100% dəyişilməyəcəyi iyun ayının 7-sindəki birbaşa page və radar məlumatlarının təhliləri əsasında təkrarən yenidən kanalda yayınlanacaq. Yəni həm qısa videolar vasitəsilə, həm də uzun metrajlı videolar vasitəsilə. Bu sistemə biz baxanda görürük ki, bu sistem, yəni bu qlobal modellərin geniş xəritələrində göstərilir ki, Xəzərin şimalından növbəti ekstratropik tipli siklon sistemin keçməsi nəticəsində bu Rusiyanın qərbindən mövsüm üçün xarakteristik olmayan sərin hava dalğaları ilə rütubətli hava dalğalarının və eyni zamanda cənubdan və cənub-şərqdən Hind okeanı dipolundan yayılan bu isti hava dalğalarının, yəni 3 atmosfer prosesləri gözlənilir. Həm sərin hava dalğaları, həm rütubətli, həm də ki, isti hava dalğalarının üçünün də Qafqazın cənubu, Azərbaycanla bir-birlərinin toqquşması fonunda artıq bu da iyun ayının 6-sına qədər, əgər Azərbaycanın dağlıq kəndlərində leysan müşahidə olunurdursa, artıq iyun ayının 6-sından 7-sindən keçən başlayaraq 7 iyun gün ərzində isə bu yağıntıların artıq Azərbaycanın mərkəzi Aralıq rayonlarına doğru və Bakı, Abşeron, Sumqayıt arasında doğru yayılması ehtimalları var. Bu barədə yenilənmiş məlumatların təhliləri əsasında yeni son dəqiqə məlumatları kanalda yayınlanacaq. Hətta iyun ayının 7-sindəki prosesin Abşeron ərazisində bir qədər intensiv olması ehtimalları var. Çünki artıq buradakı yağıntıların parametrləri artıq intensivləşmə risklərini göstərir. Bu da o deməkdir ki, artıq Dağlıq Şirvandan leysan dolu buludlarının Bakıya daxil olması ehtimalları var. Bir daha bildirirəm ki, Abşeronda artıq iqlim dəyişikliyi nəticəsində yağıntı əgər qlobal modellər tərəfindən 1 mm belə göstərilirsə, bu real zaman ərzində həmin günü baş verən real sinoptik proseslər nəticəsində qəflətən güclənə bilər və bu 1 mm göstərən yağıntının 50-100 mm qədər yağması ehtimalları var. Bu potensialları nəzərə alaraq son dəqiqə məlumatları kanalda yayınlanacaq. Çünki son dövrlərdə bu Bakıdakı su basmaların bu qədər artması təkcə şəhər təsərrüfatındakı nöqsanlara görə deyil. Yağıntıların da son dövrdə daha çox yağması nəticəsində baş verən proseslərdir. Yəni, əvvəlki dövrlərdə əgər ildə 1-2 dəfə su basma olurdusa Bakıda, bu artıq buna mən deyərdim ki, bəli, bu şəhərdəki nöqsanlara görədir. Amma bu 2026-cı ilin martın sonlarından başlayan proses ki var. Artıq martın 26-27-sindən daxil olan o qeyri-sabit hava kütlələrinin təsirindən aprel-may ayları ərzində Abşerona yağan yağıntıların miqdarı 12 aylıq yağıntıları keçdi. Bu da necə hesablanır? Abşeronun uzun illər Abşerona yağan, yəni 25-30 il ərzində hesablanan, yəni illik toplamda Abşerona yağan yağıntılar 253 mm-dirsə, yəni 1 metrin kvadratına 253 litr yağıntı düşürdürsə, rəsmi mənbələrə əsasən, 2026-cı ilin mart ayının sonuncu həftəsindən aprel və may ayları ərzində götürüldükdə 3 ay ərzində düşən yağıntı artıq 12 aylıq yağıntılara keçdi. Bu da o deməkdir ki, Abşerondakı yağıntıların yaxın illərdə də artması ehtimalları var. Ümumilikdə, Ümumi Dünya Meteoroloji Təşkilatı və Avropanın İCMWF Hava Tədqiqatları Mərkəzi üst-üstə bu xəbərdarlıqları verir ki, və son dövrlərdə daha ciddi xəbərdarlıqlar yayınlanıb ki, 2030-cu ilə qədər ümumilikdə Avropanın cənub-şərqində, yəni ən quraq ərazilərdə yağıntıların çox artması gözlənir. Bu da Qafqazda və Azərbaycanda, Abşeronda da yağıntıların
dəfələrlə artmasına səbəb olacaq. Hansı ki biz artıq bu proseslərin ilkin siqnallarını görürük. Bunun üçün də deyirik ki, əhali bu proseslərdən qorxmamalıdır. Bu proseslərə hazırlıqlı olmalıdır. Və artıq hər bir insan bu proseslərə öz ağlı hesabına buna hazırlıqlı olmalıdır və tədricən Xəzər dənizinə yaxınlaşan Şərq rayonlarına və Bakıdan biz artıq tədricən daxili rayonlara doğru qaçmalıyıq. Mən özüm də Bakının Xəzər rayonu Binə qəsəbəsində yaşayıram və son yanğınlar baş verəndə artıq mən fikirləşməyə başladım ki, Abşeronun gələcəyində artıq müəyyən nöqsanlar arta bilər və mən də artıq daxili rayonlara doğru köçmək istəyirdim. Hətta Azərbaycan Lerik rayonunun rayon mərkəzinə köçmək istəyirdim. Lakin bu dəfə artıq bu fikrimdən vaz keçdim, müvəqqəti olaraq vaz keçdim. Çünki müəyyən maddi problemlər vardı. Həm də ki, Bakı ilə əlaqəmi də tam olaraq keçmək istəmirdim. Artıq mən 2026-cı ilin sonlarına doğru və yaxud da 2027-ci il, uzağı 2027-ci ilə qədər artıq Bakıdakı mənzilimi də rəsmi qaydada satışa çıxarıb Azərbaycanın Lerik rayonunun mərkəzinə doğru köçməyi mən planlaşdırmışam. Çünki artıq Abşeronda əgər mənim burada Bakıya bağlı bir işim yoxdursa və artıq burada Bakıda qalmağımın bir vacibliyi olmursa, artıq mən başdan öz büdcəm çərçivəsində çıxıram. Artıq Lerik rayonuna köçüb mən orada onlayn olaraq təbii ki bu işimə davam edəcəyəm və artıq Bakının həm yükü də azalacaq. Bacardığımız qədər artıq əgər bizim düzdür, işimizin əksəriyyəti, insanların işlərinin əksəriyyəti Abşerondadır. Amma bacardığımız qədər biz artıq bu tendensiyanı əgər dəyişə biliriksə, dəyişməliyik ki, tədricən artıq Xəzər dənizinə yaxınlaşan Şərq rayonlarının düzənlikləri və Abşerondakı ərazilərdə artıq insan sayının tədricən azaldılması və bir qədər daxili rayonlara doğru köçün yaradılması üçün şəraitin yaranması vacib hesab edilir. İyun ayının 7-sindəki proses Dağlıq Şirvan arasında Qobustan mənazildə kifayət qədər intensiv ola bilər. Çünki artıq burada biz yağıntı parametrlərinə baxanda görürük ki, yağıntılar artıq burada intensiv xarakterlidir və kifayət qədər ciddi bir dəyişikliklərə səbəb ola bilər. Bu barədə bir daha bildirdiyim kimi birbaşa peyk və aradan anlatan dəlilləri əsasında son dəqiqə məlumatları yayımlanacaq. Hətta bu sistemin bir qolunun da Sumqayıt istiqamətindən Abşeron arasından daxil olması ehtimalları var. Yəni iyun ayının 7-sindəki proses kifayət qədər ciddi bir proses ola bilər. Bu prosesləri yaxından izləmək vacibdir. Hətta topa yağış buludlarının aktiv inkişafı iyun ayının 8-cində də gözlənilir ki, artıq bu Quba, Quşlar, Xaçmaz rayonlarına daxil olan bu sistem Dağlıq Şirvanda yenidən intensivləşə bilər və bu sistemin bir qolunun da iyunun 8-ci gündüz yenidən Abşeronlara daxil olması potensialı var.